Salam mənim əzizlərim, davam edirik qız burcu ilə. 9-15 fevral həftəsi köhnə problemlər, yarımçıq söhbətlər, qərarsızlıqlar davam edir. Hədiyyə alacaqsınız əziz qız burçları. Bu həftə səliqə yaratmaq həftəsidir. Həm həyatda, həm də başının içində düzən qurmalısan. Hər şeyi qaydasını bilirsən, amma özünə qarşı həddən artıq tələbkarsan. Biraz bunları burax. Planladığın işlərdə nəticə ala bilərsən. Özünə həddən artıq tənqid edirsən bu həftə və mükəmməl olmaq məcburiyyətin yoxdur. Bunu bir dəfəlik anlamalısan. Fevral dağıtmaq üçün gəlməyib, hər şeyi düzənə qoymaq üçün, həyatımızda artıq olanları aparmaq üçün gəlib. Qız burçları. Bu həftə sizdə daha yaxşı edə bilərdim düşüncəsi səni rahat buraxmır. Halbuki artıq kifayət qədər etmirsən. Planlama, düzəltmə, təmizləmə bu həftə az, amma düzgün addım böyük nəticə verir. Sevgidə duyğular var, amma ifadə çətindir. Soyuq görünə bilərsən. Bu həftə kiçik səmimi jestlər ala bilərsiniz. Subaysınızsa iş mühiti, gündəlik rutin içində tanışlıqlar gözləyir. Pulda xərclərin nizamlıdır, nəzarətdədir. Amma bu həftə pul xərcləməkdən çəkinirsən. Karyerada detallar sənin gücündür. Bu həftə səni görünməyən qəhrəman kimi qiymətləndirirlər. Səbirli olsan nəticə gəlir, uğur sizinlədir. Sağlıqda bağırsaq, mədə streslə bağlı gərginlik ola bilər. Rutini yüngülləşdirsən bədənin rahatlayacaq. Xüsusi xəbərdarlıq odur ki, mənəm demək olmaz. Hər şeyi mən edərəm. Lovğalanmaq da olmaz. Hər şeyi tək daşımaq da olmaz. Kömək istəmək zəiflik deyil. Bu həftə qız burçları üçün xüsusən özləri ilə mübarizədir. Amma real olaraq baxanda hər şey qaydasında olacaq, uğurlu olacaq, xoş nəticələnəcək. Sizin üçün həftənin mesajı mükəmməl olmaq yox, rahat olmaq lazımdır.